Növbəti obyektimiz də, ikinci obyektimiz də Hövsandadır. Orada tikintisinə start verməmişik, söküntüsünə start vermişik. Orada bir köhnə ev var, beton panellərdən tikilib. Sovet vaxtından tikilən bir bağ evidir. Sabah yox edəcəyik. Görürsən, hamısı beton panellərdir. Sovetdən qalan, bunlar artıq ömrünü yaşayıblar. Bunların ən birinci mənfi cəhətləri nədir bu panellər? Ki, burada periplanirovka eləmək mümkündür. Yəni, sökülə bilmir də ki, yerlərini dəyişmək. Həmin sushi də, yəni yük daşıyıcıdırlar. Sifarişimiz inşallah buranın artıq bağ evi kimi yox, daimi yaşamaq üçün nəzərdə tutur. Dənizə demək olar ki, 5 dəqiqəlik piyada yoldur. Artıq indiki zamanda biz monolit beton konstruksiyanın içində armirovkanı elə veririk ki, belə bir çıxıntılara, belə bir yük daşıyıcı elementlərə ehtiyac olmur. Gözünüz bizdə olsun, davamını göstərəcəyik sizə inşallah.